Birləşmiş Ərəb Əmirliklərinin Abu-Dabi şəhərində Rusiya və Ukrayna təmsilçilərinin sülh danışıqları başa çatdı. Konstruktiv olduğu deyildi. Bu ümumiyyətlə dəfələrlə işlənmiş ifadədir. Hansı istiqamətlərdə irəliləyişlər oldu, uğur nədən ibarətdir, bu barədə heç nə deyilmədi. Səbəbi də belə izah olundu ki, tərəflər meqafon diplomatiyasından imtina etmək qərarına gəlmədilər. Yəni danışıqlar barədə vaxtından əvvəl bəyanat verməməyi qərarlaşdırıblar. Ancaq əvvəlcədən də aydın idi ki, bu danışıqlarda iki mühüm məsələ müzakirə olunacaq. Birincisi ərazi məsələsi, ikincisi təhlükəsizlik təminatı məsələsi. Ərazi məsələsində Ukraynanın geri çəkiləcəyinə ümid olunurdu. Çünki əvvəlcədən elan olunmuşdu ki, Rusiya danışıqları Ankorij formulası əsasında davam etdirmək və o əsasda müzakirə etmək istəyir. Ankorij Alyaskanın bir şəhəridir və ötən ilin avqustunda Putinlə Trump orada danışıqlar aparıb müəyyən razılaşmalara nail olmuşdular. Və Ankorij şəhərində Rusiya əvvəlki mövqeyindən imtina eləmişdi. Məlumdur ki, Rusiya Krımın və 4 vilayətin inzibati sərhədləri ilə ona verilməsini tələb edirdi. Ancaq həmin görüşdən sonra məlum oldu ki, Rusiya artıq Zaporojyenin və Xersonun inzibati sərhədlərlə verilməsini tələb eləmir. Nə qədər tutubsa, orada dayanmağı təklif eləyir. Ancaq Donbasdan Ukrayna qoşunlarının çıxarılması Rusiyanın tələbidir və bu tələbdən imtina etməyəcəyini deyir. Danışıqlar göstərdi ki, bu məsələdə razılığa gəlmək o qədər də asan olmayacaq. Və bu mərhələdə ərazi barədə heç bir razılıq əldə olunmadı. Ancaq bir həftədən sonra yenidən görüşmək qərarına gəldilər və bu da göstərir ki, hər halda müəyyən ümidlər var. Ümidlər də ondan ibarətdir ki, Amerika Birləşmiş Ştatları və Rusiya Ukraynaya təzyiq göstərib, onu bu şərtləri qəbul etməyə məcbur edəcəklər. Başqa deməli halda razılığa gəlmək qeyri-mümkündür. Avropa danışıqlardan tamamilə kənarda saxlanılıb və onların fikri ilə Amerika Birləşmiş Ştatlarının və Rusiyanın hesablaşmaq istəyi yoxdur. Və yeri gəlmişkən ikinci məsələnin müzakirəsində də bu aydın şəkildə görüldü. Məlumdur ki, Avropa ölkələri, arzulayanlar koalisiyası deyilən bir qrup Ukraynada öz hərbi qüvvələrini yerləşdirmək istəyirlər. Və Rusiya da bunun əleyhinə çıxış edir. Abu-Dabi şəhərindəki danışıqlarda Amerika Birləşmiş Ştatları da Rusiyanın mövqeyini tutdu və qəti şəkildə Avropa hərbiçilərinin Ukraynada sülhbənamlı fəaliyyət göstərməsinə, təhlükəsizlik təminatı kimi iştirak etməsinə etirazını bildirdi. Və qərara alındı ki, hər halda Rusiya və Amerika Birləşmiş Ştatları belə qərara gəldilər ki, burada yalnız neytral dövlətlər iştirak edə bilərlər. Rusiyanın istəyi və tələbi də budur və Amerika Birləşmiş Ştatları da onu dəstəkləyir. Və əslinə qalsa, Abu-Dabi'də danışıqlar Ukrayna ilə Rusiya, Amerika Birləşmiş Ştatları bloku arasında gedir və təbiidir ki, bu vəziyyətdə Ukraynanın öz şərtlərini qəbul etdirməsi qeyri-mümkündür. Uğurlardan danışanda deyirlər ki, bufer zonası haqqında müəyyən müzakirələr olub, müəyyən razılıqlara gəlmək mümkün olub. Qoşunlar necə çəkiləcəklər, bufer zonası necə olacaq, burada kimlər yerləşdiriləcək və ən əsası
monitoring mərkəzinin yaradılması ideyası da qəbul olunub. Məlumdur ki, bu ideya ilk dəfə Azərbaycanda sınaqdan keçirildi. Atəşkəsə nəzarət üzrə Rusiya-Türkiyə monitoring mərkəzi yaradıldı. Bizim üçün o qədər də faydalı işləməsə də, hər halda müəyyən təcrübə var və bu təcrübəni Ukraynada da tətbiq etmək istəyirlər. Növbəti danışıqlar bəzi iddialara görə fevralın 1-də keçirilməlidir. Nəticə nə olacaq? Onu yaxın günlərdə, növbəti həftə yəqin ki, görə biləcəyik.